Cənab nazirimiz Vilayət Eyvazova dərin təşəkkürümü bildirirəm. Ailəm adından, öz adımdan və bütün dostlarım adından minnətdarlığımı bildirirəm. O cümlədən 3 saylı cəza çəkmə müəssisəsinin rəisi, müavini, korpus başçısı və bütün əməliyyatçıları və bütün nəzarətçilərinə buradan təşəkkürümü bildirirəm. Orada olduğum müddətcə mən daima qayğı, hörmət, diqqət göstərildiyinə görə bütün həkimlərə, hamısına minnətdarlığımı bildirirəm. Hər kəs var olsun və hər kəs bilsin ki, dövlət hansı addımı atırsa, nəsə bilir ki, atır. Və biz dövlətimizin atdığı bütün addımları dəstəkləyirik. Necə ki, əvvəl polisimi, dövlətimi tərifləmişəm, indi də onun 2 qatı olacaq. Çünki mən dövlətpərəstəm və dövlətimi daima sevən bir insanam və hər zaman dövlətimin atdığı, dövlət başçımın atdığı bütün addımları dəstəkləyirəm və hər zaman dövlətimin yanındayım. Qısa bir müddət ərzində iyunun 24-ü ya 15-i ad günümdür, iyunun 15-i. 15-inə kimi ya canlıya gələrəm, ya da 24-ünə kimi canlı yayında olacağım uşaqlar. Çünki mən öz işimi aparım, heç vaxt tərbiyəsizliyi təbliğ eləməmişəm. Dövlət əleyhinə bir paylaşımım olmayıb və hər zaman dövlətimi sevmişəm. Gözləyin, yenidən gələcəm. Öpürəm.